Qobu qəsəbəsi 16 saylı körpələr evi uşaq bağçası ilə bağlı yayılan görüntülər və səslənən iddialar cəmiyyətdə ciddi narazılıq yaradıb. Milli Sfera AZ redaksiyasına daxil olan məlumatlara əsasən, bağçanın müdiri Səbirə Sultanovanın körpələr üçün ayrılmış qida məhsullarını bağçadan çıxardığı iddia olunur. Redaksiyamızın əldə etdiyi video görüntülərdə həmin məhsulların 77 YG 975 dövlət qeydiyyat nişanlı Bayq markalı avtomobilin bagaj hissəsinə yığıldığı görünür. İddialara görə avtomobil bağça müdirəsinə məxsusdur. Bununla da məsələ bitmir. İddialara görə bağçadan çıxarılan məhsullar Quba rayonuna aparılır və orada satış məqsədi ilə istifadə edilir. Əgər bu faktlar təsdiqini tapsa, bu uşaqlar üçün ayrılmış ərzağın talan olunması deməkdir. İddialar bununla da bitmir. Deyilənlərə görə indi adlarını çəkəcəyimiz 5 nəfərin adı bağçada işçi kimi getsə də özləri faktiki olaraq iş yerində görünmür. Həmin şəxslərə aid maaş kartlarının isə bağça müdiri Səbinə Sultanovada olduğu iddia edilir. Həmin şəxslərin adları bunlardır: Güləliyev Samir, Aslanova Aytən, Məmmədova Əfsanə, Həsənova Mehbarə, Cəfərova Ruhəngiz. Əgər bu məlumatlar doğrudursa, söhbət artıq təkcə səhlənkarlıqdan yox, dövlət vəsaitinin mənimsənilməsi və saxta məşğulluq hallarından gedə bilər. Yayılan digər video görüntülər isə daha narahat edici mənzərə ortaya qoyur. Belə ki, azyaşlı uşaqların bağçanın zalında nəzarətsiz vəziyyətdə tək buraxıldığı görünür. Körpələrin təhlükəsizliyinə cavabdeh olan müəssisədə belə halların yaşanması ciddi məsuliyyətsizlikdir. Valideynlər övladlarını güvənərək bağçaya təhvil verir. Onların həm qidasının, həm də təhlükəsizliyin təmin olunması əsas vəzifədir. Əgər səslənən iddialar həqiqəti əks etdirirsə, məsul şəxslər qanun qarşısında cavab verməlidir. Aidiyyatı qurumların məsələni dərhal araşdıracağı və ictimaiyyətə rəsmi məlumat verəcəyi gözlənilir. Körpələrin haqqı heç kəsə halal ola bilməz. Aynurə Quliyeva, Emil Müzəffərli, Milli Sfera AZ.